Amma o ki, qaldı ki, sələflər haradasa nəsə eləyiblər, heç də eləməyiblər sələflər. İndi kimsə misal gətirir ki, güya ki, Məhəmməd İbn Əbdülvahhab o vaxt Osmanlıya qarşı çıxıb, o heç vaxt çıxmıyor Osmanlıya qarşı. O çıxanlar, o çıxan o deyil. Əksinə onun kitabları mövcuddur indi də. Əksinə o Əhlüsünnə vəl Cəmaənin etiqadını, sələflərin etiqadını isbat edib. Ondan öncəkilər etiqadı, ondan öncəki mənhəci isbat edib. Ki, hakim məsələsində ona qarşı çıxma olmaz. Onun məktubları da var hakimlərə, o vaxt ki, hakimlərə, onları sayırlar, onları sayır. Amma o çıxanlar ki olub, onlar onun nəvələri olub. Onlar da səhv olub o məsələdə. Yəni, bunu Məhəmməd ibn Əbdülvahhabla yazmaq, heç yanda yazmayıb ki, o çıx ki, hakimə qarşı və s. Hətta baxmayaraq o vaxt Osmanlılar idi, düzdür. O vaxt o indiki körfəz ölkələri ki var, Osmanlılar oranı tərk eləmişdilər. Osmanlı oldu demək olar ki, yox idi. Məkkəni əşraflar, bir tayfa var orada, əşraflar onlara tapşırmışdılar ki, həccə gələnləri, ümrəyə gələnlərə xidmət eləsinlər. Ona görə qəbilələr idi və qəbilələr bir-birlərlə döyüşürdülər, hətta həccə gedənlərə təhlükə idi, hərdən basqın edirdilər karvanlara. Belə bir vaxtda etiqad cəhətindən də, yəni bərbad gündə idi, insanlar, qadınlar, məsələn, gedib ağacdan övlad istəyirdilər və s. Bəzilə indi danışır, nə gəldi deyirlər. Sadəcə o adam çıxdı, dedi ki, belə şeylər düzgün deyil. İndi o vaxt ki, qəbilələrdən, qəbilənin başçısı Saud adlı əmir ona kömək elədi bu məsələdə, dəstək oldu. Və salam. Amma qaldı ki, Osmanlılara qarşı çıxıb və s. Osmanlılar müharibə eləyib. Məhəmməd ibn Əbdülvahhab eləməyib belə bir şey. Eləməyib. Sadəcə orada Osmanlı yox idi, tərk eləmişdi oranı. Çünki aydındır ki, axırıncı sultanlar nə həcc eləyiblər, nə ümrə. Heç gedmirdilər o tərəfə. Aydındır, yəni yazmaq ki, Məhəmməd ibn Əbdülvahhab gök hakimin qarşısında, hətta o çıxsaydı biz razı olmazdıq. Hətta belə fərz eləyək ki, o çıxıb. Yenə o deyərdi, o Əhlüsünnə vəl Cəmaənin əqidəsi, mənhəci deyil o. Aydındır. Yəni bizim əqidəmizdə belə şeylər qadağandır. Vəssalam. Amma başqa əqidələrdə var. Yəni başqa əqidələrdə əsasdır o. Əsasdır. Yəni onları qoyub sən sələflərdən danışmağın ya adam cahildir, ya da qərəzlidir. Bəli. Həmçinin iddia edirlər ki, sələflər hər hansısa bir şəxsə və dövlətə bağlıdır. Bu doğrudurmu? Bilirsiniz, hər kəs öz vətəninə bağlıdır. Hər kəs öz vətəninə bağlıdır. Bu bizim vətənimizdir, biz buna sevirik, istəyirik, dəstəkləyirik, əmin-amanlığı tərəfindəyik, sabitçiliyin tərəfindəyik. Elhamdülillah. Amma danışırlar da, biri deyir belə, biri deyir, çox danışırlar. Onlara fikir vermək lazım deyil. Bilirsiniz, onlar nəsə demək lazımdır da, çıxırlar, danışırlar da, nə gəldi danışırlar. Biri çıxır, nəsə deyir, orası deyir belə. Sadəcə, onlar boş söhbətlərdir. Biz hələ adamlara, işimiz yoxdur, hələ adamlara qarışmırıq. O səviyyəyə düşmək istəmirik olan səviyyələrinə. Bizim yolumuz aydındır, necə özümüz də aydınıq. Tək Allaha ibadət eləmək, ona şərik qoşmamaq və bu ibadəti Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə necə göstərib, deyib, o cür eləmək. Bəli, xurafatların əleyhinəyik. Xurafatların, möhmatçılıq və s. bölünmələrin əleyhinəyik. Bəli.